Məzmun xəttidir. 4-cü məzmun. Aha. Məndən deyəsən gəlir. Yox, səs yoxdur axı heç bir. Sabahdır. Eşidirsiniz məni? Bəli, eşidirəm. Bəs 10 metrlik penalti zərbəsi zamanı qapısına qədər irəli çıxa bilir? Onda 5 metr. 5 metr. 5 metr. 10 metrlik penalti ötürmə eləməyə icazə var? Xeyr, yoxdur. Aha, yox idi. Sonra gedəyək sizlə biraz atletikaya müəllim. Qısa məsafəyə qaçışlarda idmançının təkən ayağı ön ayaqda, arxa ayaq verirəm yetər müəllimə bundan sonra. Güclü ayaqdır. Aha, yox, təkən ayağı ön ayaqda, arxa ayaq o güclü ayaq başqa şeydir, onu bilirik. Təkən ayağı ön ayaq. Aha, bəs idmançının qaçışa başladığı ayaq? Arxa ayaq. Arxa ayaq olacaqdı. Atletikada yeganə komandalı idman növü dedikdə hansı idman növü nəzərdə tutulur? Estafet. Estafet. Bir estafet yarışında neçə nəfər iştirak edirdi? 4 nəfər. 4 nəfər. 4 vur 100-də startla finiş üstə düşürdü. Xeyr. Düşür. Aha, idmançılar sadə əqrəb istiqamətində qaçır, sadə əqrəbin əksi istiqamətində. Əksi istiqamətində. Aha, əksi istiqamətində qaçırdılar. Müəllim, estafetdə 4 vur 100 estafetində neçə ötürmə dəhlizi var? 3 ötürmə 3 ötürmə dəhlizi. Ötürmə dəhlizimiz neçə metr idi? 30 metr. Atletikaның incisi nə adlanırdı? Dekatlon. Aha, yox, atletikaның incisi çox növçülüyün incisi dekatlon. Bəli. Bəli, yaxşı. Bəs bizə sual düşər ki, müəllim, belə deyək də sizə, 3 xüsus basketbolda komandamızın faul limiti? Faul limiti komandanın 5. Aha, 3 xüsus basketbolda komandanın faul limiti 6 danam. 6. Aha, oyuncunun faul limiti deyə bir anlayış var? Yoxdur orada. Qəşəng. Təşəkkürlər Şərqə müəllim. Hansı kart göstərilirdi? Qara qırmızı. Qara qırmızı kart göstərilir. Sədlərlə qaçışda hansı startdan başlayırıq? Aşağı startdan, yuxarı start. Sədlərlə qaçış hansı hərəkət qabiliyyəti inkişaf elətdirirdi? Sürət güc. Aha, atletika özündə hansı hərəkət qabiliyyətləri birləşdirib? Aha, dözümlü idi. Müəllim, maniyələrlə qaçış 3000 metrdən neçə maniyə vardı? 3000 metrdə 35 maniyə, 7,5 dövrə. Qəşəng. Turnikdə dartınma hansı hərəkət qabiliyyəti idi? Sualıma baxayım mən. Nətəlməli? Turnikdə dartınma hansı hərəkət qabiliyyəti idi? Qüvvət. Qüvvə olacaqdı. Yaxşı. Bəs belə deyək də, kişi idman gimnastikasına aid olan alətləri sayın. Xalçada hərəkətlər, paralel qollar, turnik, dayaqlı tullanma, sonra paralel qollar dedim, dəstəlat. Dəstəlatın yerdən hündürlüyü nə qədərdir? Dəstəlatın yerdən hündürlüyü 1,15. Aha, bəs dəstəlatın uzunluğu anam? Dəstəlatın uzunluğu dəqiqə 1,60. Dəstəlatın uzunluğu isə 1,60 idi. Yaxşı, müəllim, gimnastika tirində hərəkətlər hansı hərəkət qabiliyyəti idi? Hərəkət qabiliyyəti çeviklik. Hərəkətin kəskin dəyişməklə qaçışlar sadə